Bundan sonra hər duşa girəndə bunu eləyəcəyinizə artıq əminəm. Çünki edin effektini görün. Duş manifesti. Hansı ki mən ümumiyyətlə manifestlərə inanmayan insan bu duş manifestini eləyəndən sonra o qədər gözəl geri dönüşlər əldə etdim ki, həm özümlə bağlı, həm də ətrafımla bağlı. Həqiqətən də bu zamana kimi gördüyüm ən effektli duş manifesti deyə bilərəm. Çox gözəl və çox rahat da edilməsi də. Bugün sizə bu duş manifesti haqqında məlumat verəcəm. Edin, deyildiyi formada eləyin və görəcəksiniz ki, necə reallaşır sizin istəkləriniz. O zaman başlayaq duş manifesti haqqında məlumat verməyə. Demək, keçirsiniz qəşəng qaranlıq, sakit bir otağa. Səssiz olmalıdır otaq, telefonun zəngi belə çalmamalıdır. Qəşəng keçib bir divan, fərqi yoxdur, kravat, əsas oda uzanmalı olan bir yer olsun. Sakit, təmiz, stressiz şəkildə uzanırsınız və YouTube'da bu videonu açırsınız. O videonu tam dinləyirsiniz axıra kimi. Harsa bir 20-25 dəqiqəlik bir videodur. Uzanırsınız, sakitcə dinləyirsiniz. Sakit beyindən o bütün çakralarınızı təmizləyir. Bütün o sizi negativ enerjilərdən arındırır. Yəni o negativ enerjilərdən, o gərginlikdən, o stressdən uzaqlaşdıran bir videodur. Onu izlədikdən, yəni dinlədikdən sonra daha doğrusu bunu bitirdinizmi? Keçirsiniz ikinci prosesə. Sonra keçirsiniz, qəşəng bir duşun altına duş başlığını açırsınız və ikinci videonu açırsınız YouTube'da. Orada isə hardasa bir 30 dəqiqəlik bir videodur. Onu qoyursunuz, o özü üçün sakit bir, həzin bir musiqi səslənir. Mütləq onu açın və qətiyyən zəng gəlməməlidir. Və keçirsiniz duşun altına. Duşdan gələn suyu, elə bil ki, su kimi yox, belə ağ-appaq bir işıq kimi, yəni ağ, nurlu bir işıq kimi düşünün. Üstünüzdən belə keçir və sizin bütün o su axıra sizin bədəninizdən. Onu bir ağ işıq kimi düşünün. Bütün bədəninizdəki o negativ, o üzərinizdəki ağır enerji hamısını təmizlədiyini xəyal edin. Sanki üzərinizə belə gəlir, o su keçir və artıq aşağıya doğru sürüşür, gedir sizdən o negativ enerjilər təmizlənir. Bir təmizləndiyinizi hiss edirsiniz o musiqi sədaları altında, o işıqla. Sanki yəni su yox, işıq kimi xəyal edirsiniz. Bunu da etdikdən sonra harca bir 5-10 dəqiqə belə sakitcə bunu xəyal edildikdən sonra özünüzü bir yüngülləşmiş hiss eləyəcəksiniz və artıq geçirik əsas önəmli məsələ. Nəyi xəyal edirsinizsə, misal üçün nə bilim, maşın ola bilər, ev ola bilər, kimdənsə mesajın gəlməsi ola bilər və yaxud da ki, nə bilim, məndə hətta bir xanım oldu, eyni mənim dediyimi elədi, nəvəsi olmadı, 4 il təsəvvür edeyim. Bunu xəyal edib 3 gün ard-arda eləyib, 3-cü gün, yəni nəvə xəbəri eşidibdi. Yəni təsəvvür edin ki, bu qədər effekti olan bir manifestdən danışıram mən sizə. Hamısı da yəni real nəticələrdir. Ona görə rahatlıqla sizlə bölüşürəm. Hər neysə, nəyi xəyal edirsiniz artıq? O şeyi xəyal edirsiniz beyninizdə və özünüzə deyirsiniz, o su axdıqca, hələ də o su beynimizdə elə ki, işıq kimi axır. Və xəyal edirsiniz, deyirsiniz ki, misal üçün, bu həmən o manifest etdiyiniz şey artıq hər nədirsə, mən bunu manifestləyirəm və bilirəm ki, bu artıq olub. Olacaq yox, olacaq şəkilsini işlətmirsiniz, yəni gələcək şəkilsini işlətmirsiniz. Artıq olub. Bilirəm ki, olub, yaşanıb və həyata keçib. Ev, maşın, uşaq fərqi yoxdur. Ya mesaj, artıq o mesaj gəlib. Artıq o ev alınıb. Bax bu formada bu özünüzə bunu bütün mənliyinizdən hiss edirsiniz. Yəni sadəcə dilinizdə yox, artıq beynimizə belə kodlayırsınız ki, bu artıq olubdur. Yəni bu formada belə bir duşda qalırsınız və bunu bir neçə dəfə manifestləyirsiniz. O duyğuda, o hissiyatda olursunuz. Sanki o duyğunun içərisində, dünyadan qopmusunuz, o duyğunun içərisindəsiniz. Başa düşdünüzmü? Sonra da artıq duş bitdi, qurtardı. Nə edirsiniz? Ayağınızı duşdan qonaq otağına atdıqda, bir atdım ki, atırsınız artıq oradan çıxırsınız o hamamdan. Sanki artıq olmuş kimi qəbul edirsiniz. Yəni artıq hər nədirsə, artıq olub. Yəni o duyğu ilə, olanda necə hiss edirsiniz özünüzü, hansı sevinç, hansı hisslərlə hiss edirsinizsə, o duyğu ilə artıq o hamamdan çıxırsınız. Başa düşdünüzmü? Yəni hamama necə girmişdinizsə, həmişəki kimi o formada çıxmırsınız. Artıq o duyğu ilə çıxırsınız və özünüzü o formada hiss edirsiniz. O cür müsbət enerji ilə. Əsla ağlınıza burada ən önəmli olan məsələ nədir? Nə vaxt olacaq? Niyə olmadı? Nəyə görə olmadı? O görəsən olacaqmı, olarmı, bəlkə də olmayacaq düşüncələrini uzaqlaşdırırsınız, olmuş kimi qəbul edirsiniz. Ən önəmli məsələ budur. Okay? Və sonra duşdan çıxdınız, qəşəng təmizləndiniz. Artıq beynimizdə o xəyal etdiyiniz şey artıq xəyal deyil, olmuş kimi qəbul edib, gül yağı varsa evdə. Vacib deyil, amma olsa çox yaxşı olur, apteklərdə də satılır. Dirsəyinizə, göbüşünüzə, qulağınızın arxasına sürtürsünüz qəşəng. O sizi necə deyim, daha da bir rahatlayır və frekansınızı açmış olur və o formada, yəni hər duşda bunu elədikcə 3 gün eləyə bilərsiniz, 1 ay eləyə bilərsiniz, 7 gün eləyə bilərsiniz, 10 gün ta ki o reallaşana kimi. Hər duşa girdikcə bunu eləyirsiniz və artıq görəcəksiniz ki, o reallaşıb. Yəni gecə tezi var, kimisində 3 gün effekt verir, məndə 4 gün effekt vermişdi. Kimisində 7 gün, kimisində 10 gün. Amma mənə gələn geri dönüşlər o qədər çox oldu ki, mən bunu WhatsApp statusumda paylaşmışdım. Dedim ki, bir TikTok'dan da paylaşım. Yəni
bu vaxta kimi gördüyünüz ən effektli duş manifesti ola bilər. Eləyin və mənə geri dönüşlərinizi də paylaşsaz çox-çox sevinərəm, amma mütləq eləyin. Yəni sizdən itirəcəyiniz heç bir şey yoxdur. Eləyin, özünüz görəcəksiniz effektini. Belə təşəkkür edirəm dinlədiyiniz üçün.